Sual əvəzliyi bütün əsas nitq hissələrinin sualıdır. Hətta sual əvəzliyi əvəzliyin özünü də əvəz edir. Şəxs əvəzliyindən işarə, qeyri-müəyyən və fərq yoxdur. Digər məna növlərindən fərqli olaraq sual əvəzliyi həm ismi xəbərli olur, həm də feili xəbərli olur. Gedən kimdir də, kim ismin sualıda ad bildirən sözdür, ona görə sual əvəzliyi ismi xəbər olacaq. Amma sabah nə edəcəksən? Burada feilin sualıdır, hərəkət bildirən sözdür, ona görə nə olacaq sual əvəzliyi? Feili xəbər. Bir də yadınızda saxlayın. Suala cavab vermədən birbaşa cümlə öz mövqeyində çıxış edir. Deyirəm ki, dərsə nə verdi? Burada nə sual, nə əvəzliyinə sual verə bilərsiniz? Yox. Cümlədə olacaq mübtədə. İsmin sualıdır, cümlədə oldu mübtədə. Və yaxud da deyirəm, kimi gözləyirsən? Kimi sual əvəzliyinə sual verə bilərsiniz? Yox. Kimi ismin sualıdır, təsirli yaldır, cümlə özü kimi nə olur? Tamamlı. Deməli, birbaşa olacaq nə? Tamamlı. Qeyri-müəyyən əvəzliyə ortaq xüsusiyyəti yenə kursda sadə düzəltmə mürəkkəb olmasıdır.